Bu video hər kəs diqqətlə baxsın. Bir çoxları suyun iyonları ayrılmadığını zənn edir, amma əslində belə deyil. Su iyonları ayrılır, lakin təcrübədən də gördüyünüz kimi elektrik cərəyanını keçirmir. Bu maraqlı səbəbi sizə indi ətraflı izah edəcəm. Suyun iyonlaşma prosesi həmçinin avtoiyonlaşma adlanır. Saf su molekulları öz aralarında qarşılıqlı təsirə girərək çox az miqdarda iyonlara parçalana bilirlər. Və iyonlara parçalandıqda H müsbət, OH mənfi və yaxud da biz buna hidroksonium iyonu və OH mənfi də deyə bilərik. Bəs belə bir sual verə bilərsiniz ki, biz onda H müsbətlə hidroksonium iyonunu bərabər şəkildə götürə bilərikmi? Bəli, bunun da izahını verəcəm. Suyun iyonlaşması dinamik bir prosesdir. Belə ki, dedik ki, su molekulları qarşılıqlı təsirdə olan zaman H müsbət və OH iyonlarına çevrilir. Əmələ gələn H müsbət və OH mənfi iyonlarda birləşərək yenidən su molekullarını əmələ gətirirlər. Bu proses sabit temperaturda tarazlıq vəziyyətinə gəlib çıxır. Tarazlıq vəziyyətində H müsbət və OH iyonlarının konsentrasiyalarının hasili sabit olur. Və yaxud belə bir şey dedim ki, H müsbətlə hidroksonium iyonunu bir-birinə bərabər götürə bilərik. Bəs nəyə görə? Bayaq dediyimiz kimi, su molekulları bir-birlə qarşılıqlı təsirdə olur. Qarşılıqlı təsirdə olan zaman H müsbət və OH mənfi iyonları əmələ gətirir. Amma H müsbət iyonu suyun içində tək başına mövcud ola bilmir. O dərhal digər su molekulu ilə qarşılıqlı təsirdə olaraq hidroksonium iyonu əmələ gətirirlər. Buna görə də əslində H müsbətlə hidroksonium iyonu eyni şeyin fərqli təqdimatıdır. Biz pH hesablamalarında və digər reaksiya tənliklərində rahat olması üçün H müsbət şəklində götürürük. Amma kimyəvi məna olaraq əslində onu hidroksonium iyonu kimi başa düşməliyik. Nəyə görə? Su iyonlara parçalana bilirsə, elektroliz prosesində elektrik cərəyanını keçirə bilmir. Qeyd etdiyimiz kimi, saf su çox az iyonlara ayrıla bilir. Elektroliz prosesində isə elektrik cərəyanının keçməsi üçün iyonların hərəkəti və həmçinin müəyyən sayda müsbət və mənfi iyonların olması vacibdir. Lakin saf su iyonlara ayrıla bilsə də, elektrik cərəyanının keçməsi üçün lazım olan iyonu əmələ gətirə bilmir. Və həmin iyonların miqdarı o qədər azdır ki, ona görə də demək olar ki, elektrik cərəyanını keçirmir.